müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. Mən İpək İzər. Bugün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, anam isə deyil. Atam gərginlik yaşamayan, sakit biridir. Amma anam gərginlik keçirir. Pis mənada yox. Məncə bu yaxşı bir şeydir. Anam daha nizam-intizamlıdır. Atam anamla müqayisədə yeni fikirlərə daha açıq biridir. Atam bəyəndiyim bir şey var, al deyirsə, anam ehtiyac yoxdur söyləyir. Bir də atam özü bir şeyi istədiyi üçün bizim də bunu istədiyimizə inandırmağa çalışır. Məsələn, məndən soruşur ki, tost istəyirsən? Deyirəm, yox. Sonra yenə soruşur. Üstümə bir şey geyinirəm, bəyənib-bəyənmədiyimi soruşuram. Yox deyir. Deyə İpək ilk dəfə ailəsi haqda danışıb. İradə qızının fikirlərini, İpək artıq hər şeyin fərqindədir, gözündən heç nə qaçmır, sağlıqla böyüsünlər deyə təsdiqləyib. Qeyd edək ki, cütlüyün 2 övladı var. Onların ötən gün 15-ci evlilik il dönümləri olub.